Uşaqlar, səhifə 38 ilə davam edirik. Deməli, burada da baxaq görək. Amma sizin də baxacağınız işiniz bəyənmək və abunə olmaqdır. Kim abunə deyilsə, hətta paylaşa da bilərsiniz. Deməli, səhifə 38. 38-də bizim bugün eləyəcəyimiz 2 dənə misal var. Burada nə deyilir? Bunlar da deyir ki, bax burada diqqətlə, sizdə yəqin ki aydın görünür buradan. Onluq kəsirlə yazmaqla cəmi tapın. Verilib, məsələn, 8 manat 47 qəpik, 1 manat 20 qəpik. Bunları onluq kəsir formada yazaq, sonra toplayaq. Məsələn, belə yazaq. 8 tam %47, üstəgəl 1 tam %20. Onluq kəsirlərin toplanmasını əvvəlki dərslərimizdə keçmişik uşaqlar. Ona görə də bunları bir daha yaddan çıxarmamaq üçün bu pullarda da verilib olar. İndi mən yenə dəftərdə həmişə olduğu kimi yazmışam. 8 tam %47, bu 8 manat 47 qəpik deməkdir. Və burada da verilib 8 manat 47 qəpik, 1 manat 20 qəpik, 1 tam %20. Və bunları belə toplamaq lazımdır. %1 ilə %1-i 7, 4 ilə 2-ni də toplasaq 6, 8 ilə də 1, 9. Vergül də elə yerini dəyişmir. Düz gəlir, burada olur. İkinci misal 7 manat. 7 tam, bax yazıram bura. Tam, yəni 7 manat deməkdir. Hələ ki bura heç nə yazmıram. İkinci isə 2 manat 100-dən 2 qəpik götürüblər. 100 yerə bölüblər. 2 qəpiyi biz 10 yerə bölüb 2 qəpik götürə bilmərik. O 2 qəpik götürmək üçün 100 yerə bölüb 2 qəpik götürməliyik. Olur 2 manat. Bu onun manat hissəsi. 2 manat 100-dən 2 qəpik. 0, 2. Onda biz əvvəlki dərslərimizdə demişdik ki, vergüldən sonra sıfırların yazmağının heç bir nə çoxaltmır, nə azaltmır. Heç bir mənası yoxdur. Amma sizi çaşdırmasın deyə 7 manat bizim də şərtdə tələb olunur ki, onluq kəsir formasında. Biz elə 7 yazıb, vergülü qoyub heç nəsiz qoya bilmərik. Bura mütləq bu 2 sıfırı yazıram. Ona görə ki, bu 2 dənə burada 2 dənə var deyə. İndi toplayıram. 2, 0, 9. Yəni 9 manat 2 qəpik. Doğrudan da toplasanız pul kimi elə 9 manat 2 qəpik eləyəcək. 50 qəpik. Bunun kağız pulu yoxdur. 0 tam 50 və yaxud da onda 5. İkinci bir də 1 manat 23 qəpik. 1 tam 100-dən 23-ü. Üçüncü bir ədəd də var. 2 manat 5 qəpik. 2 manat 100-dən 5-ini götürürük 5 qəpik olması üçün. Toplayaq 8 qəpik. 7 olsa 78. 0, 1, 2, 3 eləyər. 3 tam %78. Bu misal 1 idi. Səhifə 38-də olan misal 1. İndi isə həmin səhifədə həmin qaydada toplama yox, çıxma eləməliyik. Fərqi tapın deyir. Onluq kəsirlə yazın, fərqi tapın. Tapaq. 30 tam %82 birinci məbləğimizdir. Çıxaq 20 tam. Fərq çıxmada olur. Fərqi tapın deyirsə, biz bura çıxma işarəsi yazmalıyıq. Mən bunu belə zəif uşaqlara görə deyirəm. Yəqin ki, qüvvəli uşaqlar bunu bilir. 20 tam onda 1 və yaxud da %10. 10 qəpikdir. 2 çıxanda 7. Sıfırdan 0 çıxarıq. 0. 10 tam %72 və yaxud da 10 manat 72 qəpik.
15 manat 44 qəpik, 15 tam %44 çıxılsın 15 manat. 15 onluq kəsir formasında yaz deyilib. Bizdən belə tələb olunub. Ona görə təkcə 15 yaza bilmərik. Burada bir sıfırları da qoymalıyıq ki, tələbə uyğun olsun. Yoxsa biz adicə bilirik ki, 15 manat 44 qəpikdən 15 manatı çıxsaq, elə 44 qəpik qalar. Bunu biz bilirik. Amma yazılışımız müəllim də yoxlayanda düzgün olsun deyə 15-dən də 15 çıxsaq 0. Ki, bu sıfırları yazmalıyıq, səhv tutmasın deyə müəllimə. 26 manat 87 qəpik, 26 tam %87 çıxılsın 6 manat 6 tam 26 qəpik, 26 6 tam %26. Əslində qəpik yox, burada onluqla olanda manat. Mən bəzən çaşıb qəpik deyirəm. Yəni mən bunu oxuyuram ki, 26 manat 87 qəpik. Hamısını manat deyəndə 26 tam %87 manat, 6 tam %26 manat. Manatın yəni %26-sı. 1, 6, 26-dan da 6 çıxsaq 20. Misal 3. Səhifə 39-da yeni səhifəyə keçirik. Görək burada misal 3-də nə tələb olunur. Misal 3. Cədvəl formasında verilib. Bax, bu cədvəl verilib. Birinci cədvəldən eləyək. Qələm 3 ədəddir. 3 ədəd qələm var. Yəni qələm, biz buna ruçka deyirik. Amma ruçka rus sözüdür. Azərbaycanca qələmdir. 1 manatdır qələm. 3 ədədin məbləği, 3 ədədə verilən pul, bir vahidinin, yəni bir dənəsinin qiyməti 1 manatdır. Bəs 3 dənəsinin qiyməti nə qədər olar? 3 manat. Yağ 3 kiloqramdır. 21 manat veriblər yağa. Neçə kiloqram alıblar ki, bax. Neçəyə alıblar ki, 3 kiloqram alıblar. 1 kiloqramı neçəyə olub ki, 21 manat olub qiymət. 7 manata. Bax, burada İndi mən burada da izah eləyim. Burada bəzən göy, bəzən qırmızı sıralar qarışmasın deyə. Qələm 3 ədəd 1 manatdan, bura qırmızına yazıram, 3 manat. 3 manat. Qoy əvvəlcə qırmızıları yazım. Pomidor 2 kiloqram alıblar. 1 kiloqramı 2 manat 10 qəpikdir. Onda nə olar? 2 manat 10 qəpik, 2 manat 10 qəpik. 2 kiloqram alıb axı. 4 manat 20 qəpik. Yer yoxdur, mən göy yazdım. Yenə qırmızını yazıram, sonra göylərə qayıdacağam. Naqil. Naqil məftildir. Elektriki daşıyan elektrik məftillərinə naqil deyilir. 2 metri alıblar. 1 metri burada artıq manatla yox, 1 manat 40 qəpik. 2 metr alıblar. Sayı 2 metrdir. Naqil. Qiyməti 1 manat 40 qəpik. 1 manat 40 qəpikdir. Yəni, bəs 1 metrəsi 1 manat 40 qəpikdir. 2 metrəsi olar. 2 tam onda 8 manat. Onluq olduğundan biz vergül olduğundan manat yazırıq və ya onluqla kəsirlə verildiyindən. Dəftər 3 ədəd alıblar, 90 qəpik verilib. Burada 90 qəpikdir. Görəsən, biri neçə olub ki 90 qəpik? 90-ı 3 yerə bölsək, 3 dəftərin arasında 30 qəpik. 30 qəpik. Burada bizdən tələb olunmur onluq kəsir formasında. Yoxsa buna 0-dan %30 yazardıq. İndi göy ruçka ilə yazdıqlarıma baxıram. Yağ 3 kiloqramdır, 21 manat veriblər. Bəs 1 kiloqramı nə qədərdir? 21-i 3 dənə kiloqram arasında bölsək, 7 manat. Süd 1 litri 2 manatdır. 1 litri 2 manatdır südün.
6 manat veriblər. 6 manada 2 manat olandan neçə litr düşər? 3 litr. Mayeləri litrlə ölçürlər. Buna kiloqram da bəzi deyirlər, səhvdə sayılmır. Müəllim tez düzəliş edir ki, mayelər litrlə ölçülür. Litrlə deyilir, onun fiziki kəmiyyət litrdir. Bərk cisimlər kiloqramla. Pomidordur, yağdır, burada kiloqramla. Mayelər isə litrlə göstərilir. Un 50 kiloqramlıq bir kisə. Görəsən neçədən alıblar bundan ki 100 manat veriblər? Sizcə 50 kiloqramlıq kisəyə elə 50 manat verərdilər də? Bəs niyə 100 manat? Sən demə 2 dənə alıblar. 2 ədəd və yaxud da dənə. Mən indi ədəd yazıram bura. 2 ədəd. Bu bizim misal 3 idi. Bax, burada yazmışam. Səhifə 39-da. İndi davam eləyək. Misal bu misal 4. Misal 4-nə. Misal 4-ə baxıram. Suallara cavab verin. Bəli, cavab verin. Deyir, 1 metr parçanın qiyməti 9 manatdır. Bax, buradan oxuyuram. 1 metr parçanın qiyməti 9 manatdır. 3 metr parça almaq üçün nə qədər ödəmək lazımdır? 1 metr 9-dursa, 3 metr 3 dənə 9. Yəni, 3 vur 9. Onun misalı belə olacaq. Sualı yazmamışam. 3 metr vurulsun 9 manatdan. Bərabərdir 27 manat. İkinci, bir ədəd çörək 40 qəpikdir. 80 qəpiyə neçə çörək almaq olar? Bir ədədi 40 qəpikdirsə, 80 qəpiyi bölək görüm 40-a. 80 qəpik bölək 2 yerə ayıraq. 40 qəpik, 40 qəpik. Neçə dənə 40 qəpik var 80-in içərisində? 80 qəpik, burada da bir qəpik yazardım. Bərabərdir 2 ədəd. 2 ədəd çörək almaq olar. C-nincidə deyir ki, alıcı 4 litr südə 8 manat ödədi. Onda 4 litr südə 8 manat ödəyib. 1 litrin qiyməti nə qədərdir? 8 manatı bölək 4 litrə. 8 manatı bölürük 4 litr südün arasında görək. 4 litr südə bölüşdürək. Bərabərdir 2 manat. Sən demə, süd 2 manat imiş. 2 manatdan 4-ə vurarıq, tərsinə gəlsək 8 manat eləyəcək. D-nincidə nə deyilir? 3 kiloqram bal 72 manat ödədilər. 3 kiloqram bal 72 manat. 5 kiloqram üçün nə qədər ödəmək lazımdır? 1 kiloqramı tapaq da uşaqlar. 3 kiloqram 72 manatdırsa, 72 manatı bölürük 3-ə. Görək neçə manat düşəcək? 2, 12-də də 3, 4 dəfə. 24 manat. Bu 1 kiloqramdır. Bəs deyir, 5 kiloqram bal alınsa, 24 vurulsun 5, 24 da manat yazmadım burada. 5 kiloqrama vursaq. Siz istəsəniz yazarsınız. 4 dənə, 5 dənə 20, 100. 5 dənə də 4, 20. 120 manat. Deməli, 5 kiloqramlıq bal 120 manatdır. İndi bizim davam eləyirik 5-ci çalışma ilə. Bu məsələdir. Buna mən artıq məsələ yazmışam. Samir 2 şokolad aldı. Şəkil də var burada uşaqlar. Bax, bu şokoladların. Südlü şokolad. Bu da tünd qara şokolad. Yəni ki, tünd şokolad yazılıb. Yəni qara şokolad. Samir 3 şokolad aldı. Südlü 2 ədəd. Tünd şokolad 1 ədəd. İndi südlünün qiymətini buradan götürüb yazırıq. 1 manat 20 qəpik. 2 ədəd alıb. Birinin qiyməti 2 ədədə verməyib. Ya bu birinin qiyməti 1.20.
1,20 manat. Tünd şokoladın qiyməti sual işarəsi verilmir. Deməli ki, birinci alıcı südlü 3 dənə alıb şokolad. Satıcıya da ödəyib 3 manat 95 qəpik. Bəzi məsələ həlləri yadınızdadırsa uşaqlar, məsələ həlli 8 nümunəsindən deyirdi ki, bəzi məsələlər var ki, axırdan başlayırıq. 4 manat pul ödəyib satıcı 4 manatdan nə qədər geri qaytarmalıdır? 3 manat 95 qəpik pul ödəyibsə, 4 manatdan çıxırıq. 4 manat çıxılsın. 3 manat 95 qəpik. 3,95 və yaxud da nətər yazdım? Mən bunu girib belə yazmazdım. 4, 3 mı 95 qəpik belə yazar. Bu da bərabərdir 5 qəpik. 5 qəpik pul qaytarır. Tünd şokolad neçədir bəs? İndi onu eləyək. Deməli, südlü 2 dənə alıb 1,20, 1 manat 20 qəpik. Üstə gəl 1,20 bu südlünün qiyməti. Üstə gəl x tünd şokoladın qiyməti bərabərdir 3,95. 3,95. Bu olacaq uşaqlar 2 manat 40 qəpik. Bu da olacaq 3,95. Bunu tapırıq. 3,95 3,95 çıxılsın 2,40. Bu da bərabərdir. Tamdan tamı çıxsaq 1 tam. 95-dən də 40 çıxsaq 55 qəpik. Bu nəyin qiymətidir? 1 manat 55 qəpik. Bu tünd şokoladın qiymətidir. Südlü isə 1,20 idi. Bir dənəsi. Tünd şokoladın qiyməti 1 manat 55 qəpikdir. Hansı şokolad bahadır? Sual verib. Cavab yazırıq. Tünd şokolad bahadır. Tünd şokolad bahadır. Yaxud da bahalıdır. Bahadır yazaq. Yəqin ki, bunu mən bir də siz ekran belə qaldırım. Siz yazasınız burada bunları. Axırıncı məsələdir mi? Bu bəli, 6-cı. Siz də fasilələrdə mən deməmişdən abunə olub bəyənmək, paylaşmaq yaddan çıxarmayın. Birinci alıcı 1 kilogram yağ alıb, bu məsələ 6 idi. 2 ədəd də xama alıb, yəni smetan. Smetan deyirik, əslində Azərbaycanca adı xamadır. 2 ədəd də 1 litrlik süd alıb. Və bunların hamısına verib 18 manat 20 qəpik. Qırmızına yazmışam. 1 kilogram yağ. Bax, burada qiyməti var. Yağın. 1 kilogram yağ 1 kilogramlıqdır. Verilməyib qiyməti. Xamanın qiyməti verilib. 1 ədədi 2 manat. Xama 2 manatdır. Yağın qiyməti verilməyib. Xama 2 ədəd xama 2 manat deyil ha. 2 ədəd xama 2 manat üstə gəl 2 manat olar. Yəni 2 dənədir. 1 kilogram yağ verilməyib, sual işarəsidir. 2 ədəd 1 litrlik süd. Südün qiyməti də 1 manatdır. Onda 1 manat, üstə gəl 1 manat. 2 manat. Mən yer az olduğundan mı yazdım, manat deməkdir. 2 manat da südə verib. Görəsən yağ neçəyədir ki? 18 manat 20 qəpikdən xamanla südün pulunu çıxaq, nə qalsa yağdır. Bəli. 18 manat 20 qəpik. 20 qəpikdən çıxırıq. Nəyin pulunu?
Deməli 4 manat. Bu da olacaq 2 manat. Bəli, 18 manat. Kəsirlə də yazmaq olar, belə də yazıram. Onluq kəsirlə də olar, belə də olar. 20 qəpik çıxılsın. Xamanın pulu 4 manat. 2 manat da südün pulu. Mötərizədə yazmaq olar. 4 üstə gəl 2. Yəni 6 manat çıxırıqsa qalır 12 manat 20 qəpik. 12 manat 20 qəpik qalacaq. Bu yağın puludur. Bax, tapdıq, yağın puludur. İkinci alıcı 2 kiloqram yağ alıb. 2 kiloqram yağ alıb. Axı 1 kiloqram 12 manat 20 qəpikdirsə birbaşa yazaq burada. 12 manat 20 qəpik, 12 manat 20 qəpik. 2 kiloqram yağa ikinci alıcı nə qədər verib? 24 manat 40 qəpik. Burada da belə toplaya yazmıram, birbaşa yazıram. 3 dənə də 1 litrlik süd alıb, süd də 1 manat idi. Bu da eləyər 3 manat. İkinci alıcı nə qədər pul ödədi? 24 manat 40 qəpik. Belə də yazıram alt-alta. Sizdə qabaqda yeri var, yaza bilərsiniz. Üstə gəl 3 manat. Bu da eləyər. Birinci qəpikləri yazıram. 27 manat. 27 manat 40 qəpik. Bu da bizim axırıncı məsələmiz. Siz də öz işinizi, vəzifənizi bilirsiniz. Mən deyirəm ki, bir daha təkrar eləməyim inşallah. Bu qədər gözəl balalar. Sağ olun.